Biz kainata tək deyilik. Bunların çoxu şişirdilmiş məlumatlar. Biz öz gələcəyimizi, keçmişimizi və indimizi eyni vaxtda yaşayırıq. Dənizlərin, okeanların altında onların bazaları var. Biz onları daimi olaraq belə gümüşü, iri başlı, iri gözlü, sıska bədənli kimi təsvir edirik. Kosmik Tədqiqatlar İnstitutu bunlarla məşğuldur. Onlardan texnologiya alırlar. Yer kürəsi bir yad planeti tələbənin layihəsidir. Bəs biz özümüz hardanıq ki? Elə şeylər var ki, sirlərdən onu danışa bilmirəm. Danışdan deyəcəklər bunu başqaradır. Nazim bəy, xoş gördük. Ədəbiyyat sevərlər sizi bir şair kimi tanıyıb, şair kimi də seviblər. Amma sizin həm də ufoloji araşdırmalarınız da var. Necə oldu ki, şairlik və yad planetlər bunları bir araya necə gətirə bildiniz? Bilirsiniz, Şəfqə xanım, ümumiyyətlə, lap gənclik vaxtlarımdan mənim göy cisimlərinə, göydə baş verən hadisələrə münasibətim tamam başqa cür idi. Getdikcə daha çox ədəbiyyatlar oxumuşdum bu barədə, kainat termini yaxşı bilirdim. Amma sonralar Moskvada təhsil alanda mənim bir müəllimim var idi. Mən Gorki'nin Ədəbiyyat İnstitutunda poeziya fakültəsində oxumuşam. Georgi Ivanovich Kunitsin, onun bir kitabı da vardı, rus dilində belə idi. Общечеловечество в литературе. Adam ümumiyyətlə o sahəni çox, ufologiya sahəsini çox gözəl bilirdi. Və bizə, tək mənə yox, bizim institutun tələbələrinə, yəni həvəskar adamlara gizli dərs keçirdi. Leksiyalar. Gizli dərs keçirdi. Bəli, yəni Sovet hökumətinin vaxtında o çox qadağan idi o şəkildə. Bəs yaxşı, ədəbiyyatı necə tapırdı? Bizim yataqxananın zalında keçirdi, başqa universitet, institutların birinin zalında kimlərlənsə yaxın idi. Orada biz yığışardıq, həm çox suallar verərdik, həm də yerdən-kənar sivilizasiyalarla bağlı suallarımızı verərdi, o da izah edərdi bizə. O adam paralel dünyalarla bağlı, yerdən-kənar sivilizasiyalarla bağlı çox maraqlı məlumatlar verirdi. Və o həmişə deyirdi ki, biz öz gələcəyimizi, keçmişimizi və indimizi eyni vaxtda yaşayırıq. Çox ədəbiyyatlar oxudum, orada da rus dilində oxuyurduq da. Və məndə bu həvəs yarandı və onun bütün məşğələlərini gedirdim. Özümün tədqiqatlarım olurdu o mütailə sayəsində. Və sonralar belə gəldi, çıxdı elə yerə ki, mən institut alıb gələndən sonra burada Bakıda bir universitet var idi, deməli, Tətbiq Elmlər Universiteti. Orada mən müəllim işlədim, dekan müavini işlədim. Hər dərsin 10 dəqiqəsini buna həsr edirdik, çünki icazəli olsa da, olmasa da maraqlanırlar. Sizin özünüz yad planetlərlə bağlı öz yaradıcılığınızda, yəni şair olaraq, araşdırmacı kimi deyil. Yox, mənim şeirlərimdə var. Belə dedi, səmavi şair kimi. Mənim belədir, ASV, Azərbaycan Televiziyası Mədəniyyət kanalı bir film çəkmişdi, süjet. Mənim haqqımda adını qoymuşdu Gökyüzünün adamı. Sonra Türkiyədən Ankara'da bir kitabım çıxdı, onun da adı Gökyüzünün adamı. Və ümumiyyətlə mənim yaradıcılığımda gökyüzü bir belə yaşıl xətt olaraq keçir. Gökyüzü, məsələn, şeirlərimin birində var ki, ötən dərdim bir anıyam, xatirələr dumanıyam, gökyüzünün adamıyam, göy özünə çəkir məni. Dedilər ki, ömür budur, içimi göz yaşıyordu. Ayrılıq bir dəli tutarımdan keçir məni. Yad planetlərlə bağlı ilk məlumatlara hələ Misir ehramlarında rast gəlinib. Sonradan mən özüm oxudum, bu Hind yazılarında da, mənbələrində də onlarla bağlı rəsmlər vardı. Bu deməkdir ki, yəni qədim dünya onlarla bağlı məlumatlı idi. Bəs müasir elm, ufologiya nə deyir? Bilirsiniz, çox gözəl bir sual verdiniz. Mən ümumiyyətlə Şumer sivilizasiyasını oxumuşam. Və bələdəm, çünki Şumerlər, qədim türklər, belə şeylər var ki, Şumer sivilizasiyası vaxtında təbii ki, olubdur. Hətta Sfinksin heykəlinin altında, qayalarda, içəridəki o lövhələrdə, o yad kosmik gəmilərin, o vaxtı kosmik gəmilərin rəsmləri var. Yerdən kənar sivilizasiyanın mövcudluğunun bariz nümunəsidir.
Niyə? O yoxdur, o varsa, deməli o 1000 illər, 100 min illər əvvəlcə bu olur ki, bunu o vaxtki rəssamlar yaradıblar da. Və məsələn, tutaq ki, Misir ehramlarının tarixindən söhbət gedirsə, heç indiki texnologiyalarında onu düzəltmək biraz çox müşkül məsələdir. Gör necə düzəldirlər, o boyda ağır daşlar. Və özü həm onlar hamısı antena rolunu oynayır. O heç də fironların qəbir məzarlığı deyil. O antenadır, onun quruluşu antenadır ki, o kainatla əlaqə. Elə bir fikir var ki, ehramları həm də yad planetlər tikib, belə bir versiya da var. Tamamilə. Ki, yəni normal kölələr bunu tikə bilməzdi, daşıya bilməzdi. Təbii ki, yəqin ki, yad planetlərin yüksək ağılların, yüksək sivilizasiyaların ağlı nəticəsində, onların texnologiyasından tikilibdir. Yəni, bu yer üzündəki 5-ci günəşdir bu. 5-ci günəş? 5-ci, bəli, yer kürəsi 5 dəfə dağılıb, 5 dəfə yenidən yaranıbdır. 5-ci sivilizasiya olaraq? 5-ci sivilizasiya, bəli, ola bilsin 5 də deyil, çoxuncu sivilizasiyadır. Yəni, bu yer kürəsi tamamilə qarışıb, görürsünüz, müəyyən işarələr var, müəyyən. Hətta, məsələn, Exnatonun özünün 5 metr hündürlüyündə olduğu Fironun o vaxtı gigantlar var idi. Əvvəl yer kürəsində yaşayanlar hamısı karliklər olurlar. Ondan sonra başqa cür olurlar. Ondan sonra hətta ruh kimi yaşayanlar da olurdu. Yəni yer kürəsi formalaşıb indiki həddə çatıncan çox şeylər keçib, çox dəyişikliklər oldu. İndi yer kürəsi texnogen inkişafa keçdi. Texnogen inkişafında sonu yoxdur. Yəni təbii inkişaf başqadır, bir də texnogen inkişaf. Məsələn, yer kürəsinin bütün sərvətləri sökülür, dağılır, neftdir, filandır, qazdır, zaddır. Bu bir şardır da göy üzündə uçur. İnsanın damarlarından qanı sorsan nə olacaq? Öləcək. Yəni bəşəriyyət əslində yer kürəsi 7 milyard il üçün nəzərdə tutulub, onun 4 milyard yarımı ya 3 milyard yarımı gedib. Qalanı qalıbdır. Və indi də bu texnogen inkişaf, yer kürəsinin sərvətlərinin sökülməsi, bəşəriyyətin ağlının azalması. Çünki bəşəriyyət müharibələrdən başa çıxmır. Amma bu texnologiyanın inkişafı, süni texnologiya inkişafı, əgər bu müharibələr olmasaydı, texnologiya daha çox inkişaf edir. Çünki hər şeyi hərbi texnologiyaya yönəldiblər, dağıtmaq, məhv eləmək, öldürmək. Bu ağılsızlıqdır. Mənim bir şeirimdə deyirəm ki, dünya sona gedir, zülmümüz. Yəni, insan nə üçün yaranır? İnsan ona görə yaranır ki, belə sivil şəkildə yaşasın. Tolstoy getdi meşədə, təbiətin qoynunda öldü. Dediyi, təbiətə zorla öldürmək qanunu yoxdur. İnsan, canlılar özü yaşayıb ölməlidir. Yoxsa kimsə öldürməlidir, o zorakılıqdır. Ümumiyyətlə, təbiətdə zorakılıq qanunu yoxdur. Məsələn, vəhşi heyvanlar hansıları yeyir, xəstələri yeyir? Təbii seçim prosesi də, təbii seçim prosesi. Təbii seçim bir insanın xətrinə dəyirsə, bir insanı öldürürsə və yaxud da zülm edirsə, kainatda bir bağ qırılır. Niyə? Ona görə ki, kainatla yer kürəsi harmoniyadadır. İnsan yaşamı harmoniyadır bu. Əgər bir nit sap qırılırsa, onu belə deyək də, o başqa planetdən mütəmadi olaraq yer kürəsinə müdaxilələr olub da, gəlib gedirlər. Onlar məqsədli şəkildə gəlirlər, bunun qarşısını almaqdan ötürü. Heç hardan gəlmir, buradadılar, yer kürəsindədirlər onlar. Niyə öz planetlərində deyil? Mənim bir müsahibəm var ki, dağların, dənizlərin, okeanların altında onların bazaları var. Onlar oradan bura bu qədər yolu qət edib gəlmirlər. Gələnlər də var, çoxdur. Məsələn, kainatda o qədər sivilizasiyalar var ki, məsələn, onların bir neçə növləri var ki, məsələn, bozular, skandinav tiplilər, reptiloidlər. Skandinav tipli yad planetlər onlara oxşuyur. Hündür boylu, yəni insan kimi normal sarışın, görüntülü, yarıyaşıqlı. Yəni, birisi, biz bunları deyirik, mən onu demək istəmirəm ki, bunlar doğrudan da var. Yəni, oxuduğumuz mənbələrə görə, bunlar təbii ki, adam inanır ki... Amma bir şey deyim də sizə, yəni ki, əslində, onu mən də bir yerdən oxumuşdum ki, onlar bir neçə növdə olurlar. Amma nədənsə həm filmlərdə, kadrlarda, ədəbiyyatda, rəsmlərdə belə biz onları daimi olaraq belə gümüşü, iri başlı, iri gözlü, sısqa bədənli kimi təsvir edirlər. Bu ümumiləşdirilmiş obrazdır. Bir var ədəbiyyatda, bir var deməli, sənədli filmlərdə zətdə obrazları biraz düzəldirlər, başqa cür edirlər. Əslində, məsələn, Amerikada Nevada səhrasında 51-ci zona var, bilirsiniz, sirli bir zonadır və çox vaxt həm şayiələrdə, həm elmi bəzi mənbələrdə deyirlər ki, oraya planetlərin 4 növü var.
Amerika Kosmik Tədqiqatlar İnstitutu bunlarla məşğuldur. Yad planetlərin 4 növü var, onlardan texnologiya alırlar. Təbii ki, indiki inkişaf mərhələsində yer üzündəki texnologiyaların bəziləri yad planetlərdən alınır. Çünki onların texnologiyası 100 min illər öndədir, bizdən öndədir. Bunlar Amma ehtimalda bir yox. söz deyil, sübut üçün deyirəm. Bizim kainatın adı Samanyolu kainatıdır. Samanyolu kainatında 350 milyarddan çox ulduz var. Amma 2-3 trilyondan çox kainat var. Siz təsəvvür edin. Kainat nə qədər böyükdür, kainatın içində nə qədər kainatlar var. Bu 100 min illər... Quranda deyir 18 min kainat deyir. Quranda deyilən 18 min kainat heç bir elmi əsasa ıslanmır. 18 min yox, daha çox kainat var. Mən dedim də kainatların sayı 2-3 trilyondan çoxdur. Hətta 7-6 trilyona qədər deyilənlər var ki, hər kainatda 300-500, 1 milyard ulduz olandan sonra bunun ucu hara gedib çıxır. Təsəvvür et ki, bizim kainatdakı ulduzun bir ulduzdan öbürsünə uçmaq üçün 50-60-100 il lazım. Bəs onlara necə getmək olar? Və heç də təsəvvür eləmək olmaz ki, əgər yer kürəsində həyat mövcudsa, balaca planetdə, başqa planetlərdə həyat yoxdur. Var, təbii ki, biz kainatda tək deyil. Və mən həmişə demişəm, mənim bir müsahibəm də var ki, biz özümüz yad planetliyik. Bizi bura gətirib. Onlar üçün yad planetliyik də. Yox, bizi bura gətiriblər. Yer kürəsinə insan genini oradan gətiriblər. Bəs biz özümüz hardanıq ki? Biz özümüz də yad planet. Başqa kainatlardan gəlmədi bizim genimiz. Burada yaranıbdır. Çünki yer kürəsi, insan olmayanda yer kürəsi var idi. Bitkilər olmayanda yer kürəsi var idi. Yer kürəsi 100 min, milyon illər boyunca formalaşıb, gəlib yaşayış üçün normal bir vəziyyətə çatırdı. Yəni yer kürəsi yaranan kimi orada bəşəriyyət mövcud olmuyor ki. Yavaş-yavaş təkamüllə gəlibdir, yetişibdir və təkamüllə də davam edir. Və sual verəcəksiniz ki, bəs biz onları niyə görürük? Yəni yer gözündə mənim oxuduğum mənbələrə görə NOK təşkilatı var. Kosmik birlik var, yad planetlərlə bərabər. Amma yer kürəsini qəbul eləmirlər. Niyə? Çünki yer kürəsində zorakılıq çoxdur. Yer kürəsində insanlar bir-birini qırır, müharibələr eləyir, narkotik var, başqa zərərli şeylər var ki, ona görə də o birliklər bizi qəbul edir. Ümumiyyətlə, ola bilərmi ki, bu məlumatlar başqa kainatlarla, yad planetlərlə bağlı, bunların çoxu şişirdilmiş məlumatlar olsun? Həqiqət də var, fərziyyə də var. Həqiqətlərlə fərziyyələrin arasında da reallıqlar da var. Bilirsiniz, heç kürə, məsələn, mən lap o cavan yaşlarımdan, mən həmişə ulduzlara baxmışam, fikirləşirdim ki, biz tək ola bilmərik bu yer üzündə. Niyə? Ona görə ki, nə oldu ki, tək yer kürəsində oldu yaşayış və bu qədər trilyonlarla kainatlar var. Kainat, ulduzlar boş yerə yaradılmır, yəni tək bizim üçün yaradılmır. İndi yer kürəsində bunu eksperiment üçün mənim bildiyimə görə yaradıblar. Hətta belə bir internetdə oxumuşdum ki, yer kürəsi bir yad planeti tələbənin layihəsidir. Fikirlərin gör, ora qədər məsələn belə şeylər var. Amma bütün bunlara baxmayaraq, məsələn Kanadada, buradan adını yazmışam, Finlandiyada Mark Savala deyirdi ki, ayda yad planetlərin bazası var. Mark Savala özü tədqiqatçı idi Finlandiyadan. Bunu da o vaxtı yazdılar, bir xeyli mübahisəyə zada səbəb oldu. Və yaxud da Kanadada alimlər deyirdilər, ufologlar deyirdilər ki, məsələn, biz tək deyirik, yad planetlər gəlirlər, gedirlər, yer kürəsində var, dənizlərin altında. Hətta yer kürəsində belə bir şayə də yaymışlar ki, onlar gəlib uğurluyurlar cəmaatı eksperiment üçün. Daha çox 90-cı illərdə insanların çox, yəni öz müşahidələrini, xatirələrini danışanda belə çıxır ki, 90-cı illərdə daha çox olub. Çox gözəl bir məqama gəldiniz. Mən sizə bir şey deyim. Şəbqə xanım, 91-ci ildə yer kürəsi Dolça bölgünün altına keçdi. Və yer kürəsində artıq kvant keçidinin başlanıcı başladı. Kvant keçidi biz 2-ci boyutdaydıq. İndi 4-5-ci boyuta keçir bəşəriyyət. Bilirsiniz də 12 boyut var. Biz artıq 5-dəyiz. İzmereniya, ölçülü dünyalar, 12 ölçülü dünya var. Hətta texnologiyaya da görə 5-ci artıq nəsildəyik, 5-ci boyut. Bəli, texnologiya inkişaf edirdi. Görürsünüz, balaca uşaqlar hamısı internetdən, telefondan 6 aylıq uşaqlar. Yəni bu gələcəyin
indigo uşaqları deyirlər, onların doğulmasıdır ki, gələcəyi bunlar indidən texnologiyanı öyrənirlər gələcəkdə. Biz məsələn uşaq olanda nə idi, aşqarjı oynuyorduk, aşqaqqa deyirlər belə, nə bilim, axsanqoş, nə bilim, qavalaqaç oynuyorduk. Amma indi uşaqlar hamısı körpə vaxtından telefonla. Bunu bilirsiniz nəyə görə deyirəm? Yəni ola bilərmi ki, həmin vaxt, məhz 90-cı illərdə onların başqa kainatdan gələnlərin daha aktivləşmə dövrü olub. Başa düşdüm. Həmin o oğurluq hadisələri, həmin daha çox görmələr, müşahidələr. Yox, o oğurluq indi də var, yoxa çıxan insanlar. O işin davamında deyim, 91-ci davamı. 2021-ci il dekabrın 21-də kvant keçidi tamamilə baş tutdu. Bu nə deməkdir? Bu o deməkdir ki, yeni dünya təzələnir. Dünya təzələnir. Belə deyək ki, insanların təsəvvürü dəyişir. Məsələn, görün, yer kürəsində nə qədər kataklizmlər, müharibələr başlayır. Bunlar hamısı yer kürəsinin içində yığılan mənfi enerjinin çıxmasıdır. Görürsən, bəşəriyyət bir-birini qırır. Bu mənfi enerji çıxandan sonra bəşəriyyət sakitləşəcək. Mənfi, emosiyalı insanlar, emosiyalı tutaq ki, hərbiçilər zadlar, həmişə müharibə eləyən adamı, sən adını demirəm, yuxarı qonşumuz filan, bəşməkan. Bunlar hamısı sıradan yaxın 36-cı, 40-cı ilə qədər bunlar hamısı sıradan çıxacaq. Və bu müharibələr, bu gərginliklər hələ davam edir. 26-27-ci illərdə böyük rol oynayır bu işdə. Yəni, mənfi enerji yer kürəsindən çıxana qədər kataklizmlər, tsunamilər, müharibələr, inqilablar davam edəcəkdir. Bu mütləqdir. Tamam sakitləşəndən sonra, bəşəriyyət dərk edəndən sonra ki, din şəraitdə yaşamaq lazımdır. Məsələn, bizim ölkəmiz heç vaxt müharibə istəmir. Cəmaatımız da yaxşıdır, ölkəmiz də yaxşıdır, rəhbərliyimiz. Görürsən, heç edilmən müharibə bizə hücum eləyənə cavab veririk biz. Mənfi enerji elə bir şeydir ki, mənfi enerji sonda qayıdır adamın özünə. Onlar o mənfi enerjini görüb bayaqları deyirdiniz, gəlmirlər. Yəni, belə çıxır ki, mənfi enerji bitəndən sonra əlavə edilir. Görmək belədir ki, biz indi oturmuşuq, tutaq ki, şirkətdir, müdür oturub kabinetdə hər tərəfi görür şeydə, nədir? Kamera vasitəsilə. Kamerada hər şeyi görür. Onlar da bizi görür da. Deyirdi ki, İsa Müğanna deyirdi ki, onlar bizim hər hərəkətimizi görürlər. Evin içində nə eləyirlər, eləyirik, hamısını görürlər. Yəni görür ki, biz güzgü kimi elə ki, güzgüdə bizi görürlər. Neynirlər bu müşahidələri, neynirlər? Müşahidələr kimdir? Onlar belə mənfəətləri yəni axırda bu məlumatları qeyd elədim ki, bizi yaradanlar bizim əməllərimizə baxıb gəlirlər ki, bizi başa salsınlar, ağıllandırsınlar, kamilləşdirsinlər. Görsən, insan özü kamilləşməlidir. Onlar bizim işimizə qarışmır ki, bu Allah bizi yaradıbdır, bizim işimizə qarışmır, deyə özü kamilləşsin. Burada necədir? Tüm dünyada ki, Allah mənə çörək versin, Allah mənə uşaq versin, Allah mənə maaşını versin, Allah sənə borçludur. Allah səni yaradıb, sənə bütün orqanlarını verib, göz verib, ağlı verib, iş də qazan da Allahdan nə istəyirsən? Düz deyirəm. Qazandı, Allah sənin qabağını kəsməyib ki, bu işi eləmə, bunu yaxşı şükür, Allahın da xoşuna gəlsin. Məsələ belədir. Yəni bizi yaradanlar da ona görə gəlirlər, gedirlər ki, biz onları görmürük. Çünki biz onları dərk eləsək, bəşəriyyət onları tamamən indi birdən-birə dərk eləsə məhv olar. İnsan beyni hələ onun üçün deyil də. Bəli, insan beyinləri 3% işləyir, qalanı silir. Sizin özünüz maraqlıdır, nəsə belə bir hadisə görmüsünüz? Yəni hiss eləmişsiniz, tutaq ki, ətrafınızda bunlar. Məndə intuisiyalar var, mən hiss eləyirəm və belə deyək ki, mən 100% inanırım. Mən demirəm, hamıya demirəm ki, inanırım. Mən onları dərk eləyirəm, görürəm, meditasiyalarımda onlarla meditasiyalarımda. Necə eləyirsiniz bu meditasiyanı? Çox maraqlıdır. Meditasiya ancaq mənim idman növü kimi bir şeydir. Mənim fikrim kainatda olur, kainatla qidalanıram və belə deyək də o meditasiya bilirsiniz nədir? O əlaqədir. O həmin an o transa girmək deyilən bir şey. Mən onlarla danışmıram, eləmirəm, danışa da bilmərəm, onlar heç məni qəbul edilməz. Amma mənim belə deyək də təsəvvürümdə onlar var, mənim poeziyamda onlar var, mənim görümümdə onlar var. Moskvada oxuyanda dedim, o malışı aparmışdılar, getdik görüşdük onunla.
Malışev dedi ki, mən tarlada peyzaj eləyirdim. Baxdım ki, arxa tərəfində hənirti var. Qayıtdım, baxdım ki, 3 nəfər, 2 qadın, bir kişi obrazında başlarında nimb, skapandır deyildi, nimb. Deyir, mən çağırdılar, gümüşü bir gəmi kimi bir şey var. Çağırdılar, mən telepatiya ilə girdim içinə, getdilər. Deməli, onlar süni planetdə olmuşdular, 15 dəqiqə olmuşlar, amma yerdə 3 gün keçmişdi. Çünki İzmir'e var axı? Yəni cismani olaraq yoxsa Cismani aparmışlar, bəli. Bilirsiniz nəyə gülürüm? Astral səyahət olaraq bir də var. Yəni cisim qalır burada. Bəli, bəli. Ruh gedir. İnsanın 12 bədəni var. İnsanların çoxu onun 2-4 yaşı hiss edir, qalan bağlıdır. Çünki bilirsən, insan nəyi arzuluyursa, nəyə çatmaq istəyirsə onunla yaşayır. Yoxsa gündəlik qayğısı yemək, içmək, onu bunu anlatmaq, neyləmək, o mümkün deyil, elə yaşamaq mümkün deyil. Vibrasiyalar var da, vibrasiyalar var, kainatla əlaqə var, şey var indi. Bu işlər yavaş-yavaş gedir, insanlar formalaşır yavaş-yavaş, həm psixoloji cəhətdən, həm ruhi cəhətdən, həm deyək ki, fiziki cəhətdən formalaşır. Və indi əvvəlki dövrlərlə nisbətdə kainatı daha tez, daha yaxşı dərk edirlər. Bəli. Müasir insanlar, gənc Müasir nəsil, informasiya, yəni kainatdan o mesajları ala bilirlər. Həm də inanmayan insanlar çoxdur da. Məsələn, mən burada durum, elə şeylər var ki, sirlərdən onu danışa bilmirəm. Danışdan deyəcəklər, bunun başı xarab olur. Məsələn, necə? Müəyyən dairələrdə. Məsələn, ola bilər ki, sizə konkret olaraq hansı bağlı yox, məlumat veriblər deyək ki, belə bir şey var, görüblər, tanıdığınız, bildiyiniz. Mən məlumatları o belə deyək də fəhmən alıram. Gəlir məlumat, hardan gəlir, nə edir və mən uçan yad planeti gəmilərini görmüşəm. Özünüz görmüşsünüz? Görmüşəm, bəli, gəlib keçib başımın üstündən. O yerdən kənar sivilizasiyalar, burada elə texnologiya olmur ki, birdən səs sürəti ilə keçir. Amma görürsən ki, budur. Mən Kareliyada olmuşam əskərlikdə, orada görmüşəm, Moskvada görmüşəm, öz kəndimizdə Laçında görmüşəm, Bakıda da görmüşəm. Və sən Xəzərdə onların bazaları var. Bu barədə çox danışılır. Mənim müsahibəmdə yazmışdım ki, təsdiqləməyib əslində. Yazmışdım ki, uğurlanan qızlar, Xəzərdə müəmma uğurlanan qızlar, bunu da jurnalistlər səhv başa düşmüş ki, Azərbaycandan qızları uğurlayırlar. Yəni, yalan sözdür, Ezan Xalqla, yoxsa hansısa yad planetlərin, Amerikanın prezidentinin biri ilə müqavilə bağlamışlar ki, oradan 2% uğurlasınlar eksperiment üçün, sonra qaytarıb gəlsinlər. Ondan sonra dünyadan uğurlamağa başladılar, əməl eləmədilər. Amma geri gətirmədilər. Ya da geri gətirib qoysunlar, eksperiment üçün aparırlar, geri gətirib qoyurlar. Çox belə insanlar var. Yəni, mən bəzən ehtiyat edirəm ki, bunu çox yerdə danışmayayım. Uzun illər dayandım, müsahibə vermədim. İndi bir dənə bir şey maraqlıdır. Mənə bir müəllimim demişdi, təhsil alanda. Mən də uşaq vaxtı bununla çox maraqlanırdım. Çox kitablar oxuyurdum. Baxmayaraq ki, 90'larda çətin tapılırdı. Dedi ki, kim ki bu yad planetlərlə çox maraqlanır, onlar onu məxsusi olaraq nəzarətə götürürlər. Yəni, mənim özümü belə qorxutmuşdu. Elə bir şey mümkündürmü ki, yəni bununla məşğul olan adamlar... Bilirsiniz, bu mənim danışdığım məsələlər, tək mən danışmıram, internetdə də çox materiallar var. Amma indi hal-hazırda bilirsiniz, bu yad planetlərlə bağlı bir elmi nəticə yoxdur hələ. Varsa da gizlədirlər. İnsanlar kamilləşdikcə özləri hər şeyi başa düşəcəklər, belə deyək, biləcəklər. Düzdür, indi informasiya texnologiyaları o qədər yüksəkdir ki, yaxşıdır ki. Mən arzu edirəm ki, yer kürəsində əmin-amanlıq olsun. Onsuz da gələcəkdə onlar gələcəklər, yer kürəsinin də müqavilədə olacaq, yaxşı olacaq ki, onların da bizi istəməyənlər də var, istəyənlər də var. Onların özünün arasında müharibələr gedir, məsələ şeydir, o başqa məsələdir. Amma hər halda hələ ki yer kürəsində bu məsələlər tam mövcudluğunu hələ ortaya qoymayıbdır. Amma belə də sağlıq olsun. Yəqin gələcək nəsillər müəyyən sirlərin üstünə açarlar. İndi nə lazımdır bizə? O lazımdır ki, əsas bizim ölkəmizdə əmin-amanlıqdır, yaxşıdır, hər şey yaxşıdır. Ona görə də bu məsələlərə yavaş-yavaş öz yerini tutacaqdır. Çox sağ olun Nazim bəy. Çox maraqlı söhbət oldu. Təşəkkür edirik.